Dostlar, bugün bu kameranı neçənci dəfədir başladıram, artıq yadımda deyil. Çünki bir mətn, ssenari hazırlamamışam, ağlıma nə gəlirsə onu danışıram. 2025-ci ildə 30 gündə 30 video atmaq hədəfi qoydum iyul ayında, amma bacarmadım, cəmi 17 dənə video ata bildim. Bu dəfə bacaracağıma inanıram. Ayın neçəsidir heç onu da bilmirəm, bir dənə tarixə baxım. Aprelin 10-udur. Bu tarixi yaxşı yadınızda saxlayın, çünki əsl İlkin Feyziyev hələ indi başlayır. Bura qədər izlədikləriniz fraqmanı idi. Kiməsə nəsə sübut eləmək istəmirəm. Mən YouTube-u bilirəm, mən əsl YouTuberəm, məni izləyəcəklər, mən 30 gündə 30 video atsam partladacağam falan. Uzağa heç bir videom izlənməyəcək və çökəcəm və bəlkə də YouTube-u buraxacağam bu hekayənin sonunda, bu səyahətimin sonunda. Amma bacaracağıma inanıram. Əsas hədəfim hələ ki izlənib izlənməməklə asılı olmayaraq 30 gündə 30 video atmaq. Qarnım quruldadı eşitdinizsə. Bax, bu səmimilikdən bəhs edirəm. Mən bu səmimiliyi yenidən YouTube-a gətirmək istəyirəm. Bax, bu kresloda çox videomu burada çəkəcəm və izlənəcəyinə inanıram. Çoxunuz deyəcəksiniz ki, MrBeast-in o qədər gözəl videolar hazırladığı bir sektorda kim niyə səni izləsin? İnanırsınız, YouTube-da son bir ildə paylaşılan bütün YouTube analizlərinə baxmışam. YouTube mütəxəssislərinin danışıqlarına, podkastlarına qulaq asmışam və nəticəyə gəldim ki, mən səhv fikirləşirəm. Onlara qulaq asanda bu nəticəyə gəldim. Amma mənim eləyəcəklərim sübut eləyəcək ki, mən səhv fikirləşirəm ya düz fikirləşirəm. Görək siz haqlısınız ya mən haqlıyam. Çünki YouTube hələ məncə o dərəcədə inkişaf eləməyib. YouTube-da səmimi nələrsə eləməyin vaxtı keçməyib. Hələ vaxt var, hələ gec deyil. YouTube ilə YouTube-a başlamaq hekayələrinə baxıram. Deyir ki, uzağı fikirləşdi ki, izlənməsə uşaqlarımıza xatirə qalar. Mən elə düşünmürəm uşaqlar. Mənim heç nə vecimə deyil. Yəni tam qaz gəlirəm uşaqlar. Bu müddətdə sizdən tək xahişim gözləyim bir dənə.